Bizim kəndimiz verilişi ilə Cəyli kəndindəyik. Gəlmişik bu kəndin gündəlik həyatını sizin diqqətinizə çatdıraq. Gedək görək kənddə vəziyyət necədir, insanların gündəlik həyatı necə keçir. Ayət müəllim, bugün sizin kənddəyik, Cəyli kəndindəyik. Gəlmişik sizin kəndi işıqlandıraq. Xoş gəlmişsiniz. Çox sağ olun, var olun. Şimdi biz bu dəqiqə durduğumuz yer Cəyli kəndinin ərazisidir. Cəyli kəndi ərazisidir bu ərazi. Bu kənd haqqında bizə məlumat verin, zəhmət olmasa. Əvvəla deyim sizə ki, bu durduğumuz yer Nazır çay gedir bu. Bu Girdiman çayının bir qolu olaraq bütün ta qədimdən gələn suların axınması üçün balaca bir qobi idi bu. Daha az bir qobi idi. İllər keçdikcə bu deməli dərinləşdi. Bəzən biz o qayaları görürük, su ora qədər qalxmış vaxtlar olub və bunun elə bir sakit axmana baxmır. Bu dəli bir çaydır bu çay. Bu gedir çıxır karların ətəyində keçir, asfalt keçir və Bakı Qazax yolunu keçir o üzər. Həmin çaydakı çox vaxtı hər il yaz vaxtında daşır. Kənd əhalisinə əkinzəl böyük ziyanlıq göstərir. Xanlıq dövrünə qədər, 1743-1830-cu illərə qədər kənddə böyük bəylər, abadlıq işlər olub. Kəndin ərazisi Ağsu ətəklərindən ta Şahsevənə qədər ucalır, gedir. Kənd insanları həmişə zəhmətkeş olur. Buna adətən biz çox yerlərdə görürük ki, şəhərlə kənd həmişə fərqli olur. Belə bir Türklərin atalar sözü də var ki, köylü millətin əfəndisidir. Bugün bizim kəndimiz verişi olaraq, bölgə TV olaraq sizin kəndin qonağıyıq, Cəyli kəndin qonağıyıq. Kənddə necədir vəziyyət? Nə işlə məşğul olursunuz? Kənddə şükür. Gündəlik həyat necə keçir? Gündəlik həyatdan heyvanla məşğul olub. Kənd təsərrüfatla məşğul olub, toyuq cüzəylə məşğul olub. İndi qonum qoysa yığılmışıq, ev ailələri, yaz fəslidir, kətə pişiririk, yuxa salırıq. Allah bərəkət versin, hamının uzasına bizimkilər də onun içində. Çox gözəl iş görürsünüz həqiqətən də. Bilirik də bu yuxa pişirmə çox zəhmətli işdir. Salam mələküm, necəsiz? Yorulmayasınız? Hə. Bu qutabdır. Amma buna bizi tərəfdə kətə deyirlər mən biləm. Yoxsa? Biz də şeydir. Kətə deyirik. Kətə deyir. Gözəl, qonşularla münasibətimiz gözəldir. Bax, qonşumuz yığılırıq, bax belə yuxa salırıq, kətə pişiririk. Gözəl, lap gözəl, mehriban. Bildiyimiz kimi bu yuxanı Ramazan bayramında da pişirdiniz ha siz? Yenə belə yığılmışdınız qonşular bir yerdə. Yenə də, bəli, halva da pişirdik, şorbalı da pişirdik, yuxa da pişirdik, qonum qoşu hamı yığılıb. Allah hamının kisbinə bərəkət versin bala. Və fəsəli necə? Fəsəli pişirirsiniz? Bəli, fəsəl də pişiririk, fəsəl eləyirik inək yağından, heyvan yağından. Bir yorulmayasınız ay bibi. Sağ olun bala, çox sağ olun. Xoş Gündəlik kənddə həyat necə keçir? Bax sizin bir gününüz necə keçir? Səhər yuxudan duranda. Səhər yuxudan dururuq, malımızı, qoyunumuzu ötürürük örüşə, toyuq süzəmizi dənlədirik. Sonra da öz işimizlə məşğul oluruq, çörək bişiririk, yehrə çalxıyırıq, kənd təsərrüfatı ilə, əkinlə. Çox sağ olun. Çox sağ olun. Bunu yemək sacın qırağında daha ləzzətli olur. Səhər neyinirdin? Durub neynəyin? Cüz almışsan da, dedim ondan danışdım. Bəli, hə. Çox sağ olun, çox sağ olun, minnətdaram sizə. Çox sağ olun. Boyaq bura. Əziyyətli işlərin, kənd işlərin əziyyətinə dözürdü. Bəli. İndiki gəlinlər necə dözür? Yox, indikilər dözmürlər çətinliyə. İndikilər təndirə çörək yapmağı bilmir, çoxsu yuxa yaymağı bilmir. Hamısı avadanlıqlar var, elektrik avadanlıqları o ilə eləyirlər.
Bəli bibi, səhər-səhər yuxudan durursunuz, öz planınız var da, yəqin ki, Bəli. kənddə yaşayanların öz planı olur. Bəli, O bəli. plana uyğun hərəkət edirlər. Gündəlik ölçümüzdən Ay sağ ol, nə işlə məşğul olursunuz gündəlik kənddə? Toğ cücə ilə, mal qoyunla, əkəri ilə. İndi bir dəqiqə bax, cücə vaxtıdır, sezonda almışıq, cücə saxlayırıq, kartof əhmişik, göygüvər əhmişik. Belə daha kənd həyatı ilə. Kənd həyatında yaşamaq çətindir. Şəhərdəkilərə hasant gəlir, ancaq yox, kənd çətindir. Dözəsən gərək, ağır işləri var. İndi bildiyimiz kimi əvvəllər bizim analarımız, bacılarımız, nənələrimiz necə deyirlər bu əziyyətli işlərin, kənd işlərinin əziyyətindən dözürdü. Bəli, bəli. İndiki gəlinlər necədir, dözür? Yox, xeyr, indikilər dözmürlər çətinliyə. İndikilər təndirə çörək yapmağı bilmir, çoxsu yuxa yaymağı bilmir. Hamısı avadanlıqlar var, elektrik avadanlıqları oynan eləyirlər. Ancaq kəndin gözəlliyin heç nə əvəz eləmir. Barıt Barıday Sultan adı ilə məşhurlaşıb, Mustafa xanın demək Barıt anbarına nəzarət eləyib. Bütün bunlar hamısı Əziz Cəfərzadənin, mərhum Cəfərzadənin Vətənə Qayıt romanında öz əksini tapır və tarixi mənbələrə Yer verilib o romanda. Yer verilib, romanda yer verilib tarixi mənbələrə görə. Çərkədə Sulxa Şirvan üsyanında Nadir Şaha qarşı vuruşublar. Həmin üsyanda demək Nadir Şah tərəfindən bunlar məğlub olanda kənd onda bir hissə qayıdıb Cəhilliyə təzədən, bir hissə gedib Şamaxı Cəhilli kəndində məşğullaşıb, bir hissə Gəncəbasada Çaylı kəndində məşğullaşıb bu kəndin sakinlərindən. Bunlar hamısı Nadir Şahın göç çıxarma əməliyyatından qaçaraq demək bu kəndlərə, o yerlərə sığınmışlar. Kəndə o vaxt Mustafa xanın naibi olub Hacı Qədir. Hacı Qədir Mustafa xanın naibi kimi kəndə rəhbərlik eləyib. Bildiyimiz kimi kəndlərdə əvvəllər klublar, kitabxanalar, tip məntəqələri fəaliyyət göstərirdi. Cəhilli kəndində də məhz bugünkü gün bir kitabxanadayıq, gəlmişik bura. Cəhilli kitabxanasındayıq biz. Gəlmişik bura. İndi buradan bir kitab seçəcəyik. Cəhilli kəndinin kitabxanasındayıq və belə bir kitab seçmişəm. Dünya Uşaq Ədəbiyyatı kitabxanası, kitabın adı. Deməli necə? Bunu seçməkdə məqsədim odur ki, əvvəllər bildiyimiz kimi kəndlərdə klublar var idi, kitabxanalar fəaliyyət göstərirdi. Cəhilli kəndində belə bir kitabxana var. Kifayət qədər kənd üçün geniş burada oxucularına təqdim etmək üçün kitablar var. Adətənlər də unudulur. Yavaş-yavaş adətənlərimiz də unudulur. Yox, bizim kənddə elə unudulmayıb. Elə əvvəlki dövr kimi yaxşı deyiləm. Başqa kəndlərə baxanda bizim kənddə çox şeylər unudulmayıb. Çox şeylə məşğuluq kənd həyatında. Çəp. Nə bilim, nə deyim belə. Allah canınızı salamat eləsin. Elə gələsiz belə xeyir işlərə çəkəsiz. Əvvəllər bir evdə ona yaxın necə də külfət deyirlər də o vaxt qalırdı. Bəli. Hamı da bir-birindən xoşbəxt yaşayırdı orada. İndi necədir? İndi böyük evlərə o ailələr sığa bilir. Sığanı da var, sığmayanı da var. Niyə? İndi də elə yeni mehribançılıq var. Bizim kənddə mehribançılığı itməyib, elə əvvəlki dövr kimi var. 9 baş olmuşuq. Külfət olmusunuz. Bəli. İndi gəlib ailə qurdum, bura düşdüm. Burada məsələ olduq 4 baş. 4 nəfər də yəni belə. Hələ də yox, əvvəlkilərə baxanda azalıb. Elə bir ki, nəsil azalır da yavaş-yavaş. Əziz tamaşaçılar, deməli bu Kürdəmir şorudur da bu. Bəli. Öz kəndinizin. Bəli. Bəli, bu Kürdəmir rayon Cəhilli kəndinin şorudur da, necə deyirlər. Buranın ağartı məhsullarından biridir. Bunu yuxanın arasına belə qəşəng yaxırsan. İsti yuxanın arasına, sazın qırağında. Belə büküb nuş eləyirsən.
məkanlarda ürəyimiz yanar. Dəyərli demək olar ki, hamısı kənd təsərrüfatı ilə məşğul olur. Məşğulluğu da heyvandarlıq, həm də ki, çox qonaqpərvər kəndiyik. Bəli. Hər bir yerdən gələn Çox qonağa sağ ol. qapımız hər zaman açıqdır. Bir daha xoş gəlmisiniz. Sizdə məsəl üçün biz gedirik kəndləri gəzirik. Kəndlərdə ağsaqqallar, ağbirçələr demək olar ki, azalıb. Gez-gez görürük biz. Ən böyük sakin neçə yaşı var burada yaşlı? Ən böyük sakinin 70-75 yaşı var bizim kəndin sakinlərindən. Sən dedim, o qədər də çox qalmayıb ağsaqqallardan, ağbirçələrdən. Amma ki, yeri düşəndə var da kəndimizdə hələ də yaşayan o ağbirçələrdən, ağsaqqallardan var. Onlara da hər zaman bizlər öz belə ehtiramımızı, hörmətimizi göstərdiririk. Nə lazım olanda onlara, məsələn ki, yolda evinizdə görəndə öz köməkliyimizi göstərdiririk. Lazım qaydalar. Bu heyvan çəkməkdə məqsədim odur ki, bu dəqiqə camışçılıq təsərrüfatı həqiqətən də azalmaya doğru gedir. Bu təsərrüfat inkişafdan dayanıb nədənsə, barmaqla sayılacaq qədər qalıb. Amma belə fikirləşirəm ki, camışçılıq təsərrüfatı inkişaf elətdirilməlidir. Çünki camışın bildiyimiz kimi südü az olur, südü 3-4 litr olur. Ona görə bu heyvan sütü çox dəyərlidir, çox zəngindir yağlarla. Həm də ki, bildiyiniz kimi inək sütündən daha baha qiymətə satılır camış sütü. Ona görə bu heyvan unudulmalı deyil. Bunu biz inkişaf elətdirməliyik. Çünki kəndlərdə bu camışçılıq təsərrüfatı nə qədər inkişaf eləsə, bir o qədər yaxşıdır. Dəyərli kəndin gəzməyə davam edirik. Kəndin girişində belə bir su qurğusu var burada. Kənddə olan məhəllələrdə deməli bulaqlar var. O bulaqları su ilə təmin eləyir. Kəndin də əhalisi o sulardan istifadə eləyir, təmiz sudan istifadə eləyir. Ayət müəllim, belə bir daş var burada. Yəqin ki, görürsünüz də. Bu daş çox qədim bir daşdır. Bu hardan, kimsə gətirdi məlum deyil. Biz buna qoç daşı deyirik. Bu xalqın, cəmaatın, kəndin biraz inanc yeri olub. Ayət müəllim, bu qoyun formasında ona görə qoç Bəli, adı vermisiniz buna. bəli, onun baş hissəsi görsən qoyunun başına, arxa hissəsi qoyunun arxası oxşadığına görə buna biz verməmişik ya. Bu nəsildən nəslə keçib gəlib. Biz bunu babalarımızdan da eşitmişik. Nə atalarımızdan, babalarımızdan da bu qoç daşı. Rəvayət edirlər ki, güya bu daş yerin dəyişir, tez-tez gəzir, amma onu şahidi olmamışıq, mən o yalan deyərəm. Amma elə bir söhbət gedib ki, tez-tez yerin dəyişir. Ayət müəllim, bəlkə bunun altında bir qəbir var. Qəbir daşıdır bu məhz. Onu da bilən yoxdur. Onu da bilən yoxdur. Araşdırılmayıb. Araşdırılmayıb. Nə də heç kim onu cürət edib aşırdıb altına baxmadı. Risk eləməyiblər ki, ola bilsin ki, bunun inanc yeri olduğu üçün nəyisə düşər-düşməz diyorlar. El arasında, cəmaat arasında elə bir müqəddəs bir daş kimi qəbul olunur. Amma gəlir, cəmaat gəlir buraya. Gəlir. Elə kütləvi gəlməsə də tək-tək o yadında qalan inancda inananlar, o köhnələr gəlib bunu sitayiş edirlər. Ayət müəllim, bu qəbirlər həm də ki, o vaxtki dövrün sənət nümunələri. Bəli, sənət nümunəsi. Çünki buradan mən görürəm şəkilləri. Əksərən o qəbir sahibinin məşğuliyyətini əks etdirir. Onların sənətinin, sənətkarlığının, onların kimliyini göstərir. Çünki döymələr vaxtilə döyülüb deyə var, itib gedir. Oxunuşu, görünüşü biraz çətinləşir, amma yenə də bunlar kimliyə məxsus olmasını göstərir. Burada məsəl üçün çəkmə şəkili var. Sallanıb dodağı düşüb döşünə, Cəhli Sultan, küllər olsun başına, Kövsər deyə 100 il belə ağlarsan.
Hal-hazırda Cəli kəndindəyik. Deməli, kənddə klub var, klub fəaliyyət göstərir. İndi də klubun müdirəsi ilə biz Hoş danışacağıq. gəlmisiniz. Salam, çox sağ olun. Necəsiz? Çox sağ olun, var olun. Xoş gəlmisiniz. Bu Cəyli Kənd Folklor Klubudur. Mən buranın müdiriyəm, Mahmudova Gülnar Rüstəm qızı. 3-cü ildir mən bu kənddə işləyirəm. Uşaqlarla, əsas məktəbdə uşaqlarla fəaliyyətimiz keçir. Tədbirlərdə, müəyyən bayramlarda tədbirlər keçiririk. Dərnəklərimiz var. Təbiəti sevərlər, qiraət dərnəyimiz var. Yəni fəaliyyətdədir. Uşaqlarla sıx əlaqədə yox. Müəllimələr də bizə köməklik eləyir. Belə köməkli şükür işlərimiz davam edir. Hər şey yaxşıdır.